28 may Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən parlaq, ən qürurverici və ən müqəddəs səhifələrdən biridir. Bu tarix xalqımızın azadlıq iradəsinin, milli dövlətçilik ənənələrinin və müstəqillik uğrunda apardığı mübarizənin rəmzidir. 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edildi və Azərbaycan xalqı bütün dünyaya öz müstəqil dövlətini qurmağa qadir olduğunu nümayiş etdirdi. 20-ci əsrin əvvəlləri Azərbaycan xalqı üçün mürəkkəb və çətin dövr idi. Dünyada baş verən siyasi dəyişikliklər, imperiyaların süqutu, müharibələr və ağır ictimai hadisələr Cənubi Qafqaz regionuna da təsirsiz ötüşürdü. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz milli kimliyini, azadlıq ruhunu və dövlətçilik ideyalarını qoruyub saxladı. Xalqın qabaqcıl ziyalıları, vətənpərvər oğulları və böyük dövlət xadimləri müstəqil Azərbaycan dövləti yaratmaq üçün ciddi mübarizə aparırdılar. Nəhayət, 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan ziyalıları və milli liderləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu hadisə yalnız Azərbaycan tarixində deyil, bütün Şərq dünyasında böyük bir dönüş nöqtəsi oldu. Çünki ilk dəfə olaraq Müsəlman Şərqində demokratik prinsiplərə əsaslanan parlamentli respublika yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət, cəmi 23 ay fəaliyyət göstərsə də, həyata keçirdiyi böyük islahatlar və qəbul etdiyi mühüm qərarlarla tarixdə silinməz iz qoydu. Dövlət atributları yaradıldı, milli bayraq qəbul edildi, milli ordu formalaşdırıldı, Azərbaycan dili dövlət dili elan olundu. Həmin dövrdə təhsil sisteminin inkişafına xüsusi diqqət ayrıldı, məktəblər açıldı, gənclərin xarici ölkələrdə təhsil alması üçün proqramlar həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri demokratik dəyərlərə verdiyi önəm idi. Həmin dövrdə qadınlara seçki hüququ verilməsi Azərbaycan dövlətinin nə qədər müasir və qabaqcıl düşüncəyə malik olduğunu göstərirdi. Bu hüquq bir çox Avropa ölkələrindən daha əvvəl Azərbaycanda tətbiq olunmuşdu. Bu isə Azərbaycan xalqının yüksək siyasi və mədəni düşüncəsinin göstəricisi idi. Azərbaycan parlamentində müxtəlif millətlərin və dinlərin nümayəndələri təmsil olunurdu. Bu da ölkədə tolerantlığın, multikultural dəyərlərin və demokratik idarə etmənin formalaşdığını sübut edirdi. O dövrdə qəbul edilən qərarlar bugün də müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Lakin xarici təzyiqlər və mürəkkəb siyasi vəziyyət nəticəsində 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə Sovet hakimiyyəti altına keçdi. Bununla belə, xalqımızın qəlbində müstəqillik arzusu heç vaxt sönmədi. 10 illiklər boyunca Azərbaycan xalqı azadlıq ideyasını yaşatdı və nəhayət 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqillik illərində Azərbaycan böyük inkişaf yolu keçdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Bugün Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrilir. Ölkəmiz iqtisadi, siyasi, mədəni və hərbi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycanın üç rəngli bayrağı bugün dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında dalğalanır. Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və milli maraqları uğrunda qəhrəman Azərbaycan oğulları canlarından keçiblər. Xüsusilə 2-ci Qarabağ müharibəsi zamanı xalqımız bir daha bütün dünyaya öz birliyini, gücünü və vətən sevgisini nümayiş etdirdi. Şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və tarixi ədalət bərpa olundu. 28 may Müstəqillik Günü bizə bir daha xatırladı ki, azadlıq və müstəqillik asan əldə olunmayır. Bu müstəqilliyin qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Gənc nəsil tariximizi dərindən öyrənməli, dövlətçiliyimizi sevməli və vətənə layiqli övlad olmalıdır. Bu əlamətdar gündə biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edirik. Onların ruhu qarşısında baş əyir, xalqımızın azad və firavan gələcəyi üçün birliyimizi daha da möhkəmləndiririk. 28 may sadəcə bir bayram deyil. Bu tarix xalqımızın milli ruhunun, azadlıq eşqinin, dövlətçilik ənənələrinin və gələcəyə olan inamının təcəssümüdür. Azərbaycan xalqı hər zaman öz müstəqilliyini qorumağa qadirdir və üçrəngli bayrağımız daim ucalarda dalğalanacaq. Qoy müstəqil Azərbaycan daim yaşasın. Qoy xalqımızın birliyi və gücü əbədi olsun.
28 may, Müstəqillik gününüz mübarək.